Bəli, bu sayt haqqında biraz danışmaq istəyirəm. Mən özüm bundan istifadə edirəm. Hal-hazırda necə istifadə edə bilərsiniz? Burada key təqdim edirsiniz. Ya öz OpenAI keyinizi təqdim edirsiniz, ya da ki balans alırsınız. Saytı özüm düzəltmişəm və yəni öz OpenAI keyiniz varsa heç bir ödəniş eləmədən istifadə edə bilirsiniz. Dil öyrənmə məqsədi güdür və şəkillər vasitəsilə sözləri əzbərləmədən siz cümlələri başa düşə bilirsiniz. Çox gözəl bir şeydir, çox xoş gəlir mənə. Fərqli alətlər var burada. Məsələn, əlinizdə bir cümlə var, tutaq ki, onu başa düşmək istəyirsiniz. Cümləni yazırsınız bura. Və yaxud cümlə yoxdur, sizin üçün cümlə generasiya etməsini istəyirsiniz. Tutaq ki, B2 səviyyəsində bir cümlə generasiya etsin. Və yaxud əlinizdə bir tekst var, hekayə var məsələn. Hekayəni atırsınız bura, həmin hekayəni hissələrə bölür, cümlələrə bölür və hər cümləni sözbəsöz şəkillər ilə başa düşürsünüz. Daha sonra artıq hər cümləni bitirdikdən sonra ümumi hekayəni artıq başa düşmüş olursunuz. Story hissəsi var. Əgər əlinizdə heç bir material yoxdursa, səviyyəni verirsiniz, generate basırsınız, sizin üçün bir story hazırlayır. Və bir də tərsinə tərcümə. Məsələn, mən burada ilk daxil olanda seçmişdim ki, ana dili Azərbaycanda Alman dili öyrənmək istəyirəm. Bu nə edəcək? Azərbaycan dilində sizə cümlə verəcək və altda kartlar ilə Almanca sözlər verəcək və deyəcək bunu kartları seçərək tərcümə et. Yəni yazmaq əvəzinə seçirsiniz. O da gözəl bir şeydir. İndi fərz elə ki, story olsun. Məsələn, yazacağam ki, gündəlik istifadə edilən 100 sözdən ibarət hekayə düzəlt. Məsələn. Və bu artıq Almanca hekayə düzəldəcək və daha sonra baxacaq indi generate. Və B2 səviyyəsinə. Hekayəmiz hazırdır. Bunlar hərəsi bir hekayə deyil, bunlar hekayənin cümlələridir. İndi mən məsələn birinci cümlədən başlayıram. Bu arada hər bir generasiyanız burada story kimi oturur. Məsəl üçün də indi generasiya elədiyimiz oturdu bura və mən sabahlarım gəlib buradan davam edə bilərəm. Hə, bax bu bir cümlədir. Çox xoşuma gəlir. Vallahi bilirsiniz belə özümə lazım olan şeylər eləmişəm. Baxın məsəl üçün cümlə burdadır, düzdürmü? Və bunu emojilərlə göstərir. Əvvəla burada tərcümələr də var. Tərcüməyə qaçmayın təbii ki. Mənə burada ən xoşuma gələn tərcümə bilirsiniz hansıdır? Bu tərcümədir. Rəngbərəng tərcümə etdirir. İndi hələ ki ona baxmayaq, bununla gedək. Es war einmal ein kleiner Junge namens Max, der in einem ruhigen Dorf lebte. Hər hansı bir sözü fərz eləyək ki, başa düşmədiniz. Məsələn, ruhigen. Burada bir şeylə, emoji ilə verməyə çalışıb. İndi anlamırsansa əgər, klikləyirsən buna. Bu götürür, AI vasitəsilə şəkil düzəldir. Sən o şəkildən başa düşməyə çalışırsan. Sifdə maksimum çalışırsan ki, o şəkildən başa düşəsən ki, bu söz nə anlama gəlir. Məsələn, lepte var. Lepteni də qoy generasiya eləsin. Ruhigen deyə bir şey dedi və belə bir şəkil düzəltdi. Hardasa fikir yaranır, amma tam olmadı. Bir gəlin baxaq. Məndə gümrah hissi yaratdı. Məsələn, gümrah sanki anlamına gəlir. Lepte. Davam edək. Bax, adam nəsə relaxdır, nə bilim, dincəlir, belə, yəni belə bir təəssürat yaratdı da məndə. İndi tam sözü tuta bilmədimsə, keçəcəm, tərcüməsinə baxacam. Sakitlik. Gördünüz nə gözəl. Yəni mən şəkillə söz arasında əlaqə həqiqətən qura bildim deməli. Və bu beynimə həkk olacaq. Bu bir. Lepteyə məsəl üçün baxmağa çalışaq. Lepte elə hey şey verir, belə yaşayış ərazisi verir, bina verir, belə də insanlar, belə küçə, zat, belə yaşayış demək bu. Yaşadı, yaşamaq.
Çox qəşəng belə, çox belə ləzzət eləyir. Və bu okey, indi bunu belə başa düşdük. Cümləni tərcümə edəcəksiniz. Yəni yavaş-yavaş bir-bir tərcümə tutmağa çalışacaqsınız. Tutaq ki, anlamadın. Burada bu tərcümə tam tərcümə edir, amma mən bunu sevirəm. Bax buna bax. Rəngləyir. Esva einmal, bu almancası, bu Azərbaycancası. Sən dənə-dənə ki, necə deyim, hər sözü dənə-dənə tərcümə etdirməkdənsə tuta bilirsən. Ein kleiner Junge, kiçik bir oğlan, namens Max, adı Max olan, der in einem ruhigen Dorf lebte. Sakit bir kənddə yaşayan. Çox gözəldir. Yəni nə bilim, hər qədər ləzzət edir. Sonra da hər sözü tərcümə etdirdin, başa düşdün. Yəni cümlənin falan hər şey gözəl. Keçirsən puzzle-lara. Təzə öyrəndiyin sözləri cümlənin ardıcıllığı ilə düzməyə çalışırsan. Daha sonra deməli burada match var. Yenə də sözləri deməli şəkillərinə uyğunlaşdırırsan və belə şey yenə də beyni həkk olur. Yəni Azərbaycanca əzbərləməyə çalışmırsan da ki, hə falan söz feşman şeydir, hə feşman şey falan şey. Belə yox. Şəkillərlə. Belə olanda o danışanda da sözlər partapart gəlir adama. Çünki elə bir şəkillər gözünün qabağına gəlir də. Tərcümə eləməkdənsə şəkillər gözünün qabağına gəlir. Mən bunu artıq 2 gündə edirəm. Özüm üçün yaratmışdım. Sonradan dedim, yəni niyə də yoxdur, cəmaət istifadə etsin. Təşəkkür edirəm. OpenAI keyiniz varsa, ödəniş etmədən istifadə edə bilirsiniz. Yox, əgər OpenAI key nədir, nə tər alım, nə qarım deyirsənsə, ödəniş edib istifadə edə bilərsiniz. Burada tokenlər verir elə bir. Token hər dəfə sən istifadə edəndə tokenindən gedir burada. Çünki AI-ya müraciət edir də, AI da özü də pul yeyir yəni. Belə, yəni mən xeyrini görürəm. Siz də istifadə eləyin, siz də faydalanın.